Kanal izləyiciləri, bugün sizi Xırdalanda, Xırdalanın girişində Qədirxum restoranının arxasında 3.7-də 5 otaqlı həyət evi ilə tanış edirik. Bu həyət hissəsini göstəririk. Altda evin 2 mərtəbə yaxın olduğuna görə, belə deyək, altda kvartirant yerləri də var. Keçirik, mən həyət evi ilə sizi tanış edəcəyik. Həyət evimiz kürsülüdür, 5 daşdan ibarət, belə bir həyəti də var, gördüyünüz kimi böyük geniş həyəti var. Dəhliz sistemidir, keçdik həyət evimizin içinə, dəhliz sistemini göstəririk. 5 otaqdan ibarətdir, təmirlidir, kubçası da var. Kombi sistemi çəkilib. Solda belə bir otaq var, göstəririk. Sağda sanitar qovşağıdır. Bütün aksesuarlar qurulub. Bu birinci yataq otağıdır, göstəririk. Bütün pəncərələr mövcuddur. Keçirik dəhlizlə. Mətbəxini göstərəcəm sizə. Mətbəxinə keçdiyi belə bir geniş mətbəx var. Mətbəx mebeli gördüyünüz kimi qalacaq. Geniş mətbəx var. Bu da qonaq otağıdır. Göstərdiyim kimi geniş qonaq otağı var. Göstəririk. Qonaq otağıdır. Çox geniş qonaq otağı var. 35-40 kvadrata yaxın. Böyle bir qonaq otağı var. Bu da bir yataq otağıdır. Bütün pəncərələr mövcuddur, gördüyünüz kimi. Bu da üçüncü yataq otağıdır. Üzülü sayan işıqları burada yanmır, lampiçkası yandığına görə biraz qaranlıq çıxa bilər. Yerləşdiyi yer Xırdalanda, girişində Qədirxum restoranın arxasında 3.7 sotda inşa olunan həyət evimizdir. Təmirlidir. Kubçası da var. 5 otaqdan ibarətdir. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.